Salam əzizləyicilər, əziz qardaşlar, hər kəsi xoş gördük. 24 may 2025-ci il. Buyurun, baxın əzizləyicilər. Maşallah olsun 3 baş cinsdən dönmə və cins erkək balalı mallar satılır. 3 başın 3-ü də erkək balalıdır. Video axıra qədər baxın, hamısı haqqında məlumat verəcəm. Təzə WhatsApp qrup açmışam. TikTok'un altında linkdə paylaşmışam. Kim istəsə daxil olsun, abunə olsun, izləsin. Hər gün paylaşılan mallardan xəbərdar olsun. Gördüyünüz bu birinci mal sahibi dediyinə görə qara şveçlərdəndir. 4 ayda doğub, altında maşallah olsun super erkək balası var. Mal sahibi deyir 3 aylıqda boğazdır, yəni 3 aydır kəlin alıb. Mal sahibi 100% boğazlığına karantin verir. Yəni gün ərzində səhər axşam 2 yerliyə. Mal sahibi deyir 12-13 litr arası süd verir. Gördüyünüz bu qara malın qiyməti mal sahibi 3200 manata deyir. Real alıcı olsa təbii ki aşağı yeri var. Kim istəsə əlaqə saxlasın, gəlsin. Ümumiyyətcə 3 malın 3-ünü də südün, saxsın, səhər axşam yoxlasın, fağırlığına, sakitliyinə baxsın, sonra alsın. Gördüyünüz bu ikinci mal sahibi dediyinə görə Boz Karpatlardandır. Altında 5 ay yarımlıq bozala erkək balası var. Maşallah olsun super erkək balası var. Mal sahibi deyir 4 aylıqda kəlin alıb, yəni 100% karantin verir ki boğazdır. Gördüyünüz bu Boz Karpat olan mal gün ərzində səhər axşam 2 yerliyə 8 litr süd verir. Bunun da qiyməti münasibdir. 2850 manata mal sahibi deyir. Real alıcı olsa təbii ki aşağı yeri var. Hər kəsdən xahiş edirəm, real alıcılar əlaqə saxlasın. Deməli, 3-cü mal hal-hazırda gördüyünüz bu alaqara cinsindəndir. İvanovkadır, yəni mal sahibi deyir birinci qarına, bicəyinə doğub, altında bunda maşallah olsun 2 aylıq super balası var. Yəni erkək bala ilandır. Gördüyünüz bu 3-cü malda mal sahibi deyir 8-9 litr arası gün ərzində 2 yerliyə süd verir. Bunda qiymətin 2800 manata mal sahibi deyir. Real alıcı olsa təbii ki aşağı yeri var. Hər kəsə öncədən təşəkkürlər.